Həmkarlarım Rəqsanə İbrahimzadə və Jalə Qasımzadə hazırda VUF-un keçirildiyi ərazidədir. Hər ikinizi salamlayıram və Rəqsanə, səninlə başlamaq istəyirəm söhbətə. Bölüşmək istədiyim məlumatlar, son məlumatlardan söhbət gedir. Hansılardır? Buyur. Salam Rəhman, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurguladığınız kimi biz hazırda Bakı Olimpiya Stadionundayıq və Dünya Şəhərsalma Forumunun artıq 6-cı günü yekunlaşır və 17-22 may tarixlərini əhatə edir bilirik ki, bu forum və artıq son gününü yaşayırıq və təbii ki, bu 6 gün ərzində bir sıra önəmli məsələlərdən bəhs olundu. Dünyada hazırda 3 milyarddan çox insan mənzil baxımından əziyyət çəkir. Yəni onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində təbii ki, işlər görülməlidir. Evsizlikdən əziyyət çəkilir və bugün elə keçirilən bu forumun, Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının əsas məqsədi insanların mənzil keyfiyyətinin daha da yaxşılaşdırılması idi. Bugün də ötən günlərdə olduğu kimi bir sıra önəmli istiqamətlərdə məsələlər müzakirə edildi və şəhərsalmada iqlim əlaqələrinin gücləndirilməsi, yəni iqlim normativlərinin qiymətləndirilməsi, eyni zamanda qadınların və uşaqların şəhərsalmada rolu, paralel olaraq urbanizasiyanın inkişaf etdirilməsi və bu yöndə addımların atılması əsas istiqamətlərdən biri idi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev eyni zamanda Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramının icraçı direktoru Ana Claudia Rozbach bugünkü keçirilən iclasda da açıqlamalar verdilər. Eyni zamanda UN Habitatın direktor müavininin də açıqlamaları oldu. Eyni zamanda Rəşad Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də açıqlama verildi. Yəni əsas bütün qurumların əsas diqqəti hazırda keçirilən Dünya Şəhərsalma Forumu çərçivəsində şəhərsalmanın daha da yaxşılaşdırılmasıdır və ən önəmli bu Dünya Şəhərsalma Forumunun əsas diqqət çəkən və bizim də əsas prioritet məsələlərimizdən biri işğaldan azad olunan ərazilərimizdə görülən işlərlə bağlı dünyanın məlumatlandırılmasıdır və buna da nail olduq demək olar ki, çünki elə az əvvəl də bir sessiya baş tutdu ki, orada da prezidentin işğaldan azad olunan ərazilər üzrə nümayəndələrinin çıxışları oldu və orada bir video çarx yayımlandı, xüsusilə diqqət çəkdi o da ərazilərimizin işğal olunmamışdan əvvəlki dövrdə olan görüntüləri, necə abadlıq, güllük, gülistanlıq bir ərazi idi. Amma işğaldan sonraki dövrdə viran günə qoyulması, dağıntılar altında qalması, belə bir qarşılaşdırma ilə bağlı görüntülər təqdim olundu və indiki məqamda həmin o dağıntılardan abadlığa doğru irəliləyir və işğaldan azad olunan ərazilərimizdə müasir standartlara uyğun və yaşıl siyasət prioritet olmaqla bugün mənzillər inşa olunur. Cəbrayılın Şükürbəli kəndinə eyni zamanda ilk köçün baş tutduğu ərazilərdən biri olan Zəngilanın Ağalı kəndi, Ağalı kənd layihələrimizdən eyni zamanda yaşıl enerji, günəş enerjisinin əldə olunması və bunun tikintidə şəhərsalmada istifadə edilməsindən də bəhs edildi. Gündə bol idi, zəngin idi. Bir gündə müxtəlif istiqamətlərdə iclaslar, sessiyalar baş tuturdu və ən maraqlı istiqamətlərdən biri də elə burada Urban Expo mərkəzinin də açılışı oldu. Bu forumun ikinci günündə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da orada iştirak etdi. Yəni açılış mərasimində iştirak etdilər və bu forumun əsas diqqət çəkən məqamlarından biri də ilk dəfə olaraq VUF-13 tarixində liderlər samitinin keçirilməsidir ki, liderlər bir araya gəldilər və bir sıra istiqamətlərdə məsələlərdən müzakirə etdilər, yəni məsələlərdən danışdılar və təbii ki, gündəm zəngin idi və bugün artıq son günü yaşayırıq və iştirakçılar da elə bilirik ki, 13-ə qədər idi, yəni saat 1-ə qədər idi vaxt. Bu müddət ərzində artıq gəlməli idilər iştirakçılar, onların gəlişi təmin olunacaqdır. Son vaxt 13:00-a qədər idi və bu müddət ərzində onlar gəldilər. Artıq elə iştirakçılar da forumun son günü olmasından istifadə edib burada həm Expo mərkəzdə yerləşən pavilyonlarla tanış olurlar. Eyni zamanda orada yaradılan şəhərsalma ilə bağlı eskiz layihələrlə də tanış olurlar və bir məqamda vurğulayaq ki, iqlim şəhərsalma, paralel olaraq qadın və uşaqların urbanizasiyada rolu, eyni zamanda onların bugün zorakılığa məruz qalan qadınların bu zorakılığa məruz qalmasının əsas istiqamətlərindən biri də məsələ onların evsiz olmalarıdır. Yəni həmin şəxslərin ev əldə etmədə çətinlik çəkmələri idi və bu da diqqətdə saxlanıldı. Elə qadınların rolu dəyirmi masa mövzusunda keçirilən sessiya çərçivəsində də bu istiqaməti, yəni dəyirmi masa keçirildi. Orada da bu məsələ müzakirə edildi. Digər informasiyaları isə sizə elə əməkdaşımız həmkarım Jalə təqdim edəcək. Məndən bu qədər, sözü yenidə sizə ötürürəm. Çox sağ ol Rəqsanə, minnətdaram sənə son məlumatları bölüşdüyün üçün. Jalə, səndə hansı xəbərlər var?